Boşqabı götür. Gətir. Ay sağ ol. Qoy bura boşqabı. Afərin. Geçen bir de başını göster, başça, aferin, baş, aferin, eller. Ya, Uşağınızın ətrafla münasibətində, ünsiyyətində yaşıdlarından geridə olduğunu, insanlarla göz təması qurmadığını, bir şeyə uzun-uzun baxıb qaldığını, fırlandığını, adını çağıranda reaksiya vermədiyini, yaşıdlarından davranışına görə seçildiyini hiss edirsinizsə, valideyn olaraq narahat olmalısınız. Mütləq bir mütəxəssisə müraciət etməlisiniz. Gətir mənə. 3 yaşa qədər bu uşaqlarla oynayırdı. Məsələn, çağıranda qarşı oynayırdı uşaqlarla. Amma artıq 3 yaşı olanda başladı özünə qapanmağa. Oynamırdı. Ona qədər sözlər də deyirdi. Amma ondan sonra yavaş-yavaş apardıq həkimə yoxlatdı, dedi autizm əlamətləridir. Tamam. Qız nə edir? Qız nə edir Camal? Hə? Bax, koftanı geyinir. Götür geyindir Camal. Ay sağ ol, afərin. Bax denə, mənə bax. Kofta, mənə bax. O. Özünə qapanmışdı, uşaqlarla oynamırdı, göz kontaktı etmişdi. Övladımın autizm olduğunu həkim diaqnozundan sonra bildim, hardasa 3 yaşlarında. Uşaq hərəkətsiz idi. Baxırdıq ki, yaşlarından geri qalıb, oturmurdu, yemək eləmirdi. Ondan atasını, anasını tanımırdı. Aferin sənə. Nə edir? Salam. Ay, sağ ol. Mən Hüseynin apardığım poliklinika, bağça üçün həkimlərə keçmək, forma doldurmaq. Və psixoloq baxdı, 5 dəqiqə müayinə elədi, diaqnoz qoydu, bu uşaqda autizm. Doğrudan çox belə inanmadım, inanmayım gəlmədi, çox şaşırdım. Amma ki, davam elədim, həkimlərin, nevropatoloqları gəzdi, hamısı diaqnoz qoydu, Rusiyaya getdi, hamısı eyni diaqnoz qoydu, bu uşaqda autizmdir. Afət xanım var idi, nevropatoloq idi. O elə baxan kimi suallar verdi, dedim belə-belə ki, yəni ki, kontaktı yoxdur, danışmır, reaksiya da vermir. Sırası yazdı ki, diaqnozu autizmdir. Müalicə yazdı, düzdür o vaxt. Müalicənin də düzdür bir xeyri olmadı, daha da hiperaktiv oldu. Getdik bir başqa həkimə və başqa həkim bizə onun autizmin əlamətləri olduğunu dedi. Pis təsirlər, bizdə yəni belə bir şey olmamışdı ailədə ümumiyyətlə. Yəni bizim özümüzə birinci dəfə mən eşidirdim autizm nədir. Yəni bu vaxta qədər mən bilmirdim belə bir şey var. Autizm nədir? Autizm müxtəlif səbəblərdən yarana bilən, uşaqlığın ilk 3 il ərzində ortaya çıxan ünsiyyət və sosial bacarıqların olmaması nəticəsi kimi təzahür edən məhdud maraq və təkrarlayıcı davranışlarla özünü göstərən kompleks bir inkişaf pozuntusudur. Əslində valideynlər çox diqqətli olmalıdırlar. İndi mən düşünürəm ki, doğrudan belə bir şeylər Hüseyndə var idi. Sadəcə olaraq mən bunlara əhəmiyyət vermədim. Bu diaqnozu duyandan sonra təbii öncə bu diaqnozu özün qəbul etməlisən. Yəni ailə bunu qəbul etməlidir mütləq. Yəni nə qədər tez onu qəbul etsə, bir o qədər artıq təlimlə uşaq ən ağır autizm bir uşaq gəlib bir belə deyək də yüngül formaya düşə bilər. Məsələn, rəsmi çəkə bilmirdi, bugün o çəkə bilir, mən sevinirəm. Eləyə bilmədiyi hər işi o bugün alındırıb. Yəni əziyyətin çoxunda o çəkir də, bunu da deməliyik biz. O da çalışqan bir uşaq çıxdı. Düşünürəm ki, bəlkə də gələcəkdə o elə özü belə bir uşaqlara kömək əlini uzadacaq. Mərkəzə gələndən çox şeylər məsələn dəyişib də. Qabaq elə bil üzr istəyirəm, bayıra çıxmağı
çətin idi, pampersin istifadə olunurdu. Məsələn, mərkəzə gələndən onları öyrəndim. Çox şey, məsələn, özünü idarə eləməkdir, həm çörək yemək, belə şeyləri öyrətdilər bana. İl-ildən daha da irəliləməyimiz çoxdur. Və təbii burada yoğun bir eğitimdir, yoğun bir təlimdir. Getdikcə vəziyyətimiz daha da yaxşılığa doğru gedir. Çünki artıq biz danışaraq bir-birimizlə anlaşırıq. Hansı mahnını oxuyaq? Bu qala. Daşlı qala, çıngıllı, daşlı qala. Sonra? Qorxaram yar gəlməyə, gözlərim yaşlı qala. Dağlara çən düşəndə, bülbülə qəm düşəndə, ruhum bədənlə oynar, yadıma sən düşəndə. Dağlara çən düşəndə, bülbülə qəm düşəndə, ruhum bədənlə oynar, yadıma sən düşəndə. Bu qala daşlı qala, çıngıllı daşlı qala. Qorxaram yar gəlməyə, gözlərim yaşlı qalam. Əvvələ baxanda daha indi yaxşıdır. Yəni ümid indi daha çoxdur, nəinki əvvəl. Mərkəzə gəlməyin, onunla məşğul olmağın, ona hamısı təsir eləyir. Yəni camanın düzəlməyinə daha da dəyişikliyini hiss eləyirəm mən. Nərmin bir uşağın tez ala bildiyi hər bir işi çox gec öyrənə bilir. Məsələn, rəqsə gedirdi o 3 yaşından. Mənə deyirdi bəzən müəllimlər ki, sən yorulmursan, bu qədər bu alınmır da bu şey, get başqa bir iş axtar. Get başqa bir yönlə. Ancaq mən deyirdim, yox, öyrənəcək. Sonra artıq Nərmin festivallara getdi, Səma rəqs qrupu ilə. Hətta solo oynadı səhnədə, çox böyük səhnədə, çox böyük festivalda, Türkiyədə. Nərmin, salam. Necəsən? Çox sağ ol. Mən də yaxşıyam, çox sağ ol. Yol necə gəldin? Rahat gələ bildin? Qaydasındaydı hər şey? Hər şey. Qaydasındaydı, lap əla. Onda dərsimizə başlaya bilərik? Başlayaq. Deməli, Nərmində daha əvvəl autizm idi, amma Nərmin güclü qızdır. Artıq autizmin öhdəsindən gəlib. Nərminin hal-hazırki problemi nitqində biraz problem var. Bəzi hərfləri deyə bilmir və nitqi tam təmiz deyil. Başqa Nərminin indi elə bir ciddi problemi yoxdur. Nərminin artıq maraq dairəsi var. Nərmin ünsiyyətdə olmağı sevir, artıq ünsiyyətdən qaçmır. İndi biz Nərminlə sırf nitqi üzərində işləyirik. Dilin hərəkətliyini təmin etdikdən sonra artıq həmin deyə bilmədiyi hərfləri də deyə biləcək və Nərminin nitqi tam normal bir səviyyə çatacaq, aydın, səlis bir nitq yaranacaq deyə ümid edirəm. Yəni biz Azərbaycan xalqı olaraq bütöv bir ailəyik və biz də çalışırıq ki, bu işdə həm müəllimlər və valideynlər birgə olaraq əlimizdən gələn hər bir şeydə ki, bu uşaqlar üçün nəsə edə bilək. Və bu problem bir ailənin özünün çəkəcəyi bir yük deyil. Düşünürəm ki, biz bütöv bir Azərbaycan xalqı, Azərbaycan dövləti olaraq bu işin öhdəsindən gələcəyik. Axı biz Azərbaycan adında böyük bir ailəyik. Unutmayaq ki, autizmin uşağı necə böyütməklə heç bir əlaqəsi yoxdur. Autizm istənilən ailədə, istənilən coğrafiyada, irqdə, hər bir ailədə ola bilər. Odur ki, gücümüz çatan hər işdə autizmli uşaqların və onların ailəsinin yanında olmağa borcluyuq. Sağ olsun Salih xanım, işçiləri, gözəl rəftar edir uşaqlarla, yaxşı baxırlar, yaxşı məşğul olurlar. Bizim həftəyə bir dəfə sosiallaşmamız olur. Bu sosiallaşmada uşaqları biz parklara, Zor parka və digər yerlərə aparırıq. Bu sosiallaşma biz çalışırıq ki, daha çox metro və avtobus nəqliyyatı vasitəsilə biz uşaqları aparırıq ki, çünki belə deyək, yəni bəlkə bu uşaqların arasında əksəriyyəti ümumiyyətlə heç ömründə bəlkə avtobus, metro nəqliyyatından istifadə etməyiblər və edə də bilmirlər. Çünki çox tünlüyü, çox sıxlığı, qarşılığı xoşlamırlar, qəbul edə bilmirlər və valideyn də arzularından biri odur ki,
bu uşaqlar hətta tünlükdə belə, çox sıxlıqda belə hər hansı bir məkanda özlərini rahat apara bilsinlər. Yəni onlar üçün heç bir sıxıntı, maneçilik törətməsin. Yəni elə valideyn var ki, indi şəxsi avtomobili olmaya bilər və o metro vasitəsilə, avtobus vasitəsilə sərbəst bir şəkildə övladını hər hansı bir yerə apara bilsin. Əvvəllər autizm haqqında demək olar ki, məlumat yox idi cəmiyyət arasında və həmin valideynlər və uşaqlar qınaq obyektinə çevrilmişdilər. Metroda əvvəllər olub, məsəl üçün avtobusda ara-sıra məni vuranda Camala deyiblər ki, adam anasını vurmaz, eləməz, nə bilim, nə bir əlimlə demişəm ki, yəni qarışmayın, əli yox. Metroda ya avtobus müxtəlif ictimai yerdə hərdən başlayır qışqırmağa, özünü aqressiv aparır. İstər-istəməz ətrafdakıların diqqətində olur. Yəni, insan biraz sıxılır da, nəyə görə mənim uşağım belə olub, istər-istəməz anıma təsir edir. Məsələn, bir qonaqlığa mı getmişik, orada Nərmin nəyisə düz eləməyib. Bir toyda mı olmuşuq, Nərmin istəyib ona da diqqət olunsun, amma ki, almayıb onu, ağlayıb bütün toyu. Biz onda əsəb keçirtmişik. Yəni, bu cəmiyyətlə çox əlaqədar olub, məktəbdə olub, uşaqların ona qeyri-müəyyən yanaşması, onu başa düşməməsi, incitmələri. Bir yerə getdikdə biz zor anlar yaşayırdıq. İctimai bir yerə çıxanda uşağımız, yəni Mədinə, bir çox sinir krizləri keçirirdi. Və bunu keçirdikcə, təbii ki, qıraqdan baxan hamısı bizə belə bir təpki göstərirdi ki, yəni artıq bilmirdik qızı mı sakinləşdirik, yoxsa topluma üzümüzü tutaq ki, bəzi zaman olurdu ki, onlarla savaşa çıxırdıq. Bu uşaqları anlamırdılar. Bizə qarşı da anlayışsızdılar.
Hal-hazırda isə bu informasiya yayılıb, insanlar bu haqda çoxlu məlumatlar oxuyublar və bilirlər və ona görə də cəmiyyət buna dəstək verir. Əgər valideyn öz evladına əngəlli kimi, yəni qəbul edirsə əngəlli kimi baxırsa, onda toplum da, ictimaiyyət də bu uşaqları əngəlli gözü ilə baxacaq. Belə uşaqları xəstə kimi qəbul eləməsinlər, normal uşaq kimi yanaşsınlar. Əllərindən nə gəlir, nəsə öyrətməyə çalışsınlar, nəsə verməyə çalışsınlar, boş qoymasınlar. Həqiqətən də nəsə çalışsan, uşağın üstündə işləsən, nəsə nailiyyət əldə eləmək olur. Yəni xəstə deyil, qabağa gedə bilər. Bunlar günahsız bir uşaqlardır ki, belə hala düşüblər. Onları gərək hamı yetişdirsin ki, nəsə əmələ gəlsin. Ona da şükür eləyirəm ki, Nərmənin yanına, yəni şanslıdır maşallah, çox belə insanlar çıxdı. Bizim əlimizdən tutdular. İlk olaraq onların müəllimi bizik. Biz çalışırıq ki, o uşaqları nəsə bölgədə müəyyən bacarıqları onları qazandıraq. Özünə xidmət bacarıqları, ümumiyyətlə həyati bacarıqlar, cəmiyyətə adaptasiyası, bunları biz uşaqlara verməyə çalışırıq. Ancaq mən deyərdim ki, bu uşaqların ikinci müəllimi də sırf valideynləridir. Yəni bizim öyrətdiklərimizi, bizim onlara verdiyimizi valideynə davam etdirməlidir. Yəni valideyn nə qədər bu işdə maraqlı olsa, bu işə nə qədər can yandırsa, mən deyərdim ki, o qədər daha çox effekti olar. O qədər daha çox bu uşaqlar üçün nəsə əldə etmək olar. Daha da diqqətli oldular. Mənə qarşı, Cəmala qarşı daha da çalışdılar mənə kömək eləsinlər. Yəni yanımda elə oldular. Olmayan insanlar belə gəldilər mənə kömək eləsinlər. Ən böyük arzum odur ki, Nərmin hansısa bir peşəyə yiyələnsin, o işi işləyə bilsin, öz tələbatlarını özü ödəyə bilsin. Yəni, yaşamaq üçün olan tələbatlar. Düşünürəm ki, o buna nail olacaq, çünki özü də bunları istəyir. Bəzən valideynlərdən biri bu vəziyyətə dözə bilmir və ailəni tərk edir. Çox vaxtda bu ata tərəfindən olur. Və bu zaman yük düşür bir nəfərin üzərinə, bu da çox dözülməz bir vəziyyətdir. Bu iki nəfər birləşsə, bu uşağın dalında dursa, nəsə bir şey əmələ gələ bilər. Ancaq tək olanda, bilirsiniz, hətta 2 gün Nərmin qalardısa atasız, əlbəttə olub da, bizim də ailəmizdə olub ki, atamız bir gün bezib, bir gün çönüb üzünü çıxıb gedib. Ancaq eşidəndə ki, Nərmin qızdırması qalxıb, o bilirdi ki, ona görədir. O qayıdıb, gəlib, onun bütün xidmətlərinə kömək eləyib. Yəni, Allaha şükür ki, çətin də olsa, biz bu işin öhdəsindən gəldik. Valideynlər birlik olmalıdır və uşağın dalında durmalıdır. Başqa cür düşünmürəm. Mən özümü tutub demək istəyirəm ki, belə uşağı tərk edən valideyn ya ata, ya ana, ya ümidini itirir, ya istəmir belə uşaq olsun. Amma bu çox yanlışdır. Yəni, bu uşağı atmaq olmaz. Bu böyük günahdır, birinci. İkincisi də, bu evlad ümidi sizlərdir. Çünki bu evladın sizdən başqa heç kimi yoxdur. Yəni, evladın atası, anası uşaq üçün çalışmalıdır. Atası tərk eləsə, ya anası tərk eləsə, başa düşün ki, tək belə uşağı qaldırmaq üçün çəlir. Hər şeydən biz ikimiz də əlimizi üzdük. İnsan insandır da, hər şey istəyir, düzdür. Biz paltardan da üst çevirdik, evdən də üst çevirdik, maşına da hər bir istəyəsi insan şeyindən biz üst çevirdik. Yəni, o istəyəndə mən dedim ki, nə olub, indi nə vacibdir? Məni istəyəndə, o dedi ki, nə əcəb sən bunu istədin, bəs Nərmin işləri var. Biz bir-birimizi belə öyrəşdirdik, hələ bugünəcə. Normal uşaqlar səhnə görürsə, niyə mənim uşağım görməsin?
İnanın ki, biz ağlamaq istəmirik. Mən uşağımla qürur duymaq istəyirəm. Mən də istəyirəm aşağıda oturub uşağımın uğurlarını izləmək istəyirəm. Çünki bu uşaqlar çox ağıllı uşaqlardır. Yəni, erkən eğitimə başlasa, inanılmaz dərəcədə o qədər gözəl nailiyyətləri ola bilər ki. Ümidlərim odur ki, Hüseyn inşallah uşaqlara qoşulsun, danışsın, özünü idarə eləsin, sosiallaşsın, yəni cəmiyyətə çıxsın, arasında içsin cəmiyyətin içində. Mənim istədiyim budur. Gələcəyi bağlı ümidlərim Camalın sərbəst özünü idarə etsin, danışsın, ən əsası danışsın. Nə bilim, rahat bilim ki, mənsiz harasa gedib gələ bilər, neysə eləyə bilər mənsiz. Yəni, hər dəfə əlindən mən tutub aparmayım onu. Evdə mən onu tək rahat buraxa bilərəm ki, yəni ki, başına bir iş gəlmədən, yasa bir, neynəsə də məşğul olmaq. İstəyərdim ki, bir sənət heç olmasa ona verim. Gələcəkdə qurban olum, Allaha ümidim böyükdür, Vüsalə xanıma ümidim böyükdür, uşaq işçilərinə ümidim böyükdür ki, bunda nəsə bir şey əldə edəcəkdir. Gələcəklə bağlı ümidimiz odur ki, qurban Allahın köməyi ilə həkimlər, psixoloq mərkəzinin sayəsində nəsə irəliləyişə nail olaq, heç olmasa nitqində bəzi sözləri desin, özünü idarə eləməyi bacarsın. Qədim zamanlarda insanlar bilmirdi ki, günəşdən, dənizdən, küləkdən, bir sözlə təbiətdən yaşayış üçün enerji almaq olar. Və hər şey insanlığa xidmət edir. Microsoft şirkəti autizm sindromlu insanları işlə təmin edir. Buna səbəb isə autizm sindromlu insanların tənbəl olmasıdır. Bu tip insanlar onlara tapşırılan işləri daha dəqiq və vaxtından tez yerinə yetirdiyi üçün zaman baxımından şirkət üçün daha əlverişlidir. Ekranda gördüyünüz bu autizm sindromlu gəncin adı Tahirdir. Günün istənilən vaxtı siz ondan saatı soruşsaz, o sizə dəqiqliyi ilə cavab verəcək. Görülmə sıxlığına görə hər 88 uşaqdan birində autizmin əlamətləri görülməkdədir. Oğlan uşaqları qız uşaqlarına nisbətən 4 dəfə daha çoxdur. Məsələn, hər 54 doğulan oğlan uşağından biri, 252 qız uşağından birində autizmin əlamətləri görülür. Bəlkə də ana təbiət ona görə oğlan uşaqlarını autizm yaratmaqla məşğuldur ki, bununla da bizə bir mesaj göndərmiş olsun ki, siz yaşamağa gəlmişsiniz, yarışmağa yox. Bir vaxtdır ruhlar içində insan olmaq arzusuyla dünyaya göz açdıq ki biz yatmış ruhumuz oyansın, ruhun, ağılın, bədənin enerjisin cəmləşdirin. Həyata yarışmağa yox, yaşamağa gəlib insan, ömrünü mən al yaşa, söndür hərdən beynini sən, dünəni sabahı unut, hər anı göz dolu yaşa. Autizm sindromunun tibbdə dərman vasitələri ilə planlaşdırılmış şəkildə müalicəsi yoxdur. Bizə müraciət edən hər bir uşaq xüsusi dəyərləndirmədən keçir. Qarşıya məqsəd və vəzifələr qoyulur. Hər bir uşağa xüsusi plan, proqram hazırlanır. Məqsəd sadə bilik, bacarıq və vərdişlərə yiyələnmək, bizlərdən və valideynlərdən asılı olmadan yaşaya bilmələrini təmin etməkdir. Uşaqları mümkün qədər müstəqil yaşayışa dəstəkləmək, özünə xidmət, sərbəst yemək, ünsiyyət qurmaq, nəqliyyatdan istifadə etmək, bacarıqları öyrətmək, davamlı idman təlimləri keçməklə uşaqların sağlam inkişafına, sərbəst yeriş, qaçış hərəkətlərinin yerinə yetirməsinə çalışırıq. Bir sözlə, həmin uşaqların yetərli bir vəziyyətə gəlməsi üçün cəmiyyət içərisində rolları həyata keçirən, başqaları ilə əlaqə quran, ətrafına uyğunlaşmağı bacaran, xoşbəxt bir vətəndaş kimi hazırlamağa çalışırıq. Sevgili seyirciler, Refah Gold Autizm Çocuk Kreşi'nde autizm sorunu bulunan çocuklar için hazırlanmış klibin tanıtım töreni düzenlendi. Ağlayırıq biz sebepsiz, gülürük hem de əvəzsiz, ne yaxşı ki. Refah Gold Otizm Çocuk Kreşi'nde otizm sorunu bulunan çocuklar için hazırlanmış klibin tanıtım töreni düzenlendi.
Sözü Vüsala İbrahimova, bestesi ise Vugar Cemal'a ait Meleklerin Sözü Var isimli klip izleyicilerce büyük coşku ve ilgiyle izlendi. Fiziksel olsam da bak, sizler tek değilim ben. Nesilde artırmaram, bir defa yaşayıram ben. Klibin tanıtım töreninde Rifah Gold Otizm Çocuk Kreşi öğretmenleri de hazır bulundular. Klibin yönetmeni Vugar Cemal'la beraber küçük çocuklardan Melek Kalbi Güzel de klipte oynadı. Hissesi, yaradanın zerresi, məhəbbətin özüyəm mən. Bir vaxtı ruhlar içində insan olmaq arzusu var dünyaya. Bu projenin gerçekleşmesinde ünlü şarkıcı Fuat Dadaşov'un ve besteci prodüser Feraim Gulubeyli'nin de büyük emekleri bulunmakta. Hayata yarışmağa yok, yaşamağa gelip insan. Ömrünü mən al yaşa, söndür hərdən beynini sen. Dünəni sabahı unut, her anı göz dolu yaşa. Nə vaxtdan mələydim, indi yer üzündəyəm. Fiziksel olsam da bax, sizlə tək deyiləm mən. Nəsildə artırmaram, bir dəfə yaşayıram mən. Mənimlə talihimə yazılıb belə olmaq. Xoşbəxtlər xoşbəxtiyəm, insanlar arasında. Nə sərhəd var, nə millət, nə günah var, nə də savad. Nə qorxu, nə də nifrət, yalnızca var məhəbbət. Sevirəm sizləri mən, özümü yaradandan. Nə də bu kainatdan ayrı saya bilmərəm mən. Bütövün fərqliliyi, ruhunun fərqliliyi, varlığın ifadəsi, təbiətin hissəsi, yaradanın zərrəsi, məhəbbətin özüyəm mən. Təşəkkür edirəm.